Deməli, keçən dəfə bir dənə videomuz var idi. Orada ustamız danışırdı. Deyirdi ki, sistemdə heç bir qaz qalmayıb. Bəzi orada sual verirdilər ki, bəs o qazı əgər saxlamırsa, o deməkdir ki, hardansa axıdan yeri var. Qardaş, bu belə deyil. Avtomobil Koreyadan gələndə, gəmiyə mindiriləndə onu açıb ümumiyyətlə qazın tam şəkildə buraxırlar. İndi qardaşımız yaxınlaşıb, bir dənə gəl göstərək. Bax, qaz vurulması prosesin davam eləyirik. Onu da qeyd eləyək ki, yəni qaz vurulub qutarandan sonra, yəni burada çeklə, bax, Bosch firmasına məxsusdur, orijinal Almaniyanın. Bu çek vasitəsilə qramına kimi nə qədər qaz gedir, hamısı orada göstərir. Yəni, qaz vurulacaq indi, avtomobil sahibi də içəridə kodlayacaq, yoxlanılacaq hansı vəziyyətdədir, yəni necə soyudur, bax, hal-hazırda avtomobil kodlandı. Qeyd eləyək ki, bu avtomobilin də göstəricisi, deməli, 134 A tipli qazdır. Qaz vurulacaq, çek vasitəsilə müştəriyə nə qədər qaz yetdiyi təqdim olunacaq və problemsiz şəkildə təhvil veriləcək. Avtomobilinizi peşəkarlara etibar edin.